Allah Muhammed ya Ali, mən bilmirəm o nə demək istəyir ondan. Yəni Allah Muhammed ya Ali çağırırsa, Allahı da Muhammedi də ya Əlini də bu Hristiyanların dediyinə oxşuyur. 3 dənə. Allah Teala buyurur ki: "Laqad keferellezine qalu innallaha salisu salasa." Allah 3'dür və 3 dənədir və 3'ün üçüncüsü deyəndə kafir oldular. Əgər onlar bu sözü deməkdən dayanmasalar onlara ağır cəza gələcək. Bəli. Və la ilahe illallah kəlməsi Allah Muhammed ya Ali kəlməsi ilə üst-üstə gəlmir. Çünki nida ya hərf-i nida hərfidir. Çağırırsan ya fulan, ey falan kəs, ya Əhməd, ya Mahmud məsələn. Yəni sən ki Mahmud səni eşidir, yəni eşitməsən nə çağırırsan ki? Məsələn mən deyirəm ey divar. Adama deyirlər yəni sən dəlisən yoxsa çatmırsan da divarı niyə çağırırsan? Divar eşitmir. Bəli. Ona görə də Allah Teala deyir ki, olan ilahlarınızı çağırmayın. Onlar eşitmirlər. Sonra Allah Teala bir mənzil aşağı düşür. Deyir eşitsələr də cavab verə bilməzlər. Hətta eşitmirlər. Hətta eşitmirlər. Deyir onlar eşitmirlər. Sonra deyir ki, yaxşı tutaq ki eşidirlər. Cavab verə bilmirlər axı sizə. Ona görə İbrahim Aleyhisselam öldürəndə, o bütləri daha doğrusu kəsəndə bir dənəsinin başını kəsmir, başını qırmır. Qoyur baltanı onun başına, deyir ki, soruşun ondan, cavab versin. İlahımız deyil. Mən Rəbbim mənə cavab verir. Soruşuram Allah Teala mənə yönəldir. Peyğəmbər sallallahu Rəbbi onu yönəldirdi. Səndən belə şey soruşsan, Allah deyilən belə, səndən belə şey. Sizin ibitlərinizi qırmışıq. Deyin görüm, soruşun ağsaqqaldan görə nə deyir? Onlar da qaldırar, heç nə deyə bilmədilər. Nə idi üslub çıxış yolu İbrahimi öldürmək. Lakin bilmirlər ki, Allah Teala İbrahimi qoruyur. Ona görə ya Muhammed ya Ali demək, əlbəttə biz Allahı da sevirik, Muhammed sallallahu əleyhi və səlləm də sevirik və İmam Əli də sevirik radiyallahu anh. Lakin sevgi, yəni sevgidə aşırı getmək, şişirmək o həqiqi sevgi deyil. Nəsranilər İsa Aleyhisselamı sevirlər, müsəlmanlar da sevirlər. Bəli. Lakin müsəlmanlar necə sevirlər? İsa necə də elə Aleyhisselam. Amma nəsranlar aşırı sevirlər. Aşırı sevdiklərinə görə hətta ona ilah vəsfləri veriblər. Bəziləri deyib Allahın oğludur, bəziləri ki ilahdır. Amma biz deyirik ki, Allahın qulu və rəsuludur. Biz deyirik Allahın qulu və rəsuludur. Vəssalam. Bizdən bəşər kimi innə mənə bəşərun mislukum. Mən sizin kimi bir bəşərəm peyğəmbər sallallahu əleyhi və səlləm. Bir də mənə vəhy gəlir. Yəni fərq odur ki, mən vəhy ilə mükəlləf olmuşam. Yəni başqa bir mənim 3 dənə burnum, 5 dənə başım yoxdur ki. Mən də sizin kimi eşidirəm, sizin kimi görürəm. Əgər peyğəmbər sallallahu qeybi bilsəydi, Allah Teala ona bəzi qeybdə ona xəbərləri verməzdi. Ona görə Allah Teala buyurur ki, biz qeybi rasullarımızdan istədiyimiz qeybi xəbəri veririk, hamısını yox. Peyğəmbər sallallahu əleyhi və səlləm münafiqə cənazə namazı qılır. Abdullah ibn Ubey ibn Səlula. Ömər deyir qılma. Başçısı, münafiqlərin başçısı. Ömər radiyallahu anh deyir qılma. Allah Teala demiş ki, İhsan qılma. İhsan 100 dəfə istiğfar qılma, mən bağışlamayacağam. Allah Resulü deyir ki, mən bilirəm də, ey Ömər. Ömər dedi qılma radiyallahu anh. Allah Resulü qılmaq istəyirdi. Allah Resulü bilsəydi ki, Allah Teala qadağa eləyəcək onlara qılmağı, qılmazdı. Qıldı qutarda ayağın azı ki, onların cənazəsini üstə deyəmə. Bilmirdi Peyğəmbər sallallahu əleyhi və səlləm. Adam idi. Yəni onu o dərəcəyə hər şeyi eşidən, görən, Allahın mislinə çatdırmaqdır. Bu küfrdür, şirkdir. Allah yanaşı ilah yoxdur. La məbudə bihaqqin illallah. Allahdan başqa ibadətə layiq olan məbud yoxdur. Bu insanın fitrətinin sözüdür. İnsanın çünki dinimiz həm də fitrət dinidir. İslam dini həm də insanın fitrətini təsdiqləyən, insanın fitrətini necə deyirlər, sübuta yetirən bir dindir. Yəni İslam dini fitrətə zidd olan bir din deyil. Ona görə Allah Muhammed Ali deməsələr yaxşıdır. Bəziləri də məsələn görürlər məsələn təvhid əhlini görəndə məsələn mən özüm müşahidə etmişəm maşına minəndə və s. Bəlkə də deyən deyil. Bizi görən başlayır Allah Muhammed Ali. Heç nə olmaz. Heç nə olmaz. Elhamdülillah Allah hidayət versin.